Salam əziz dostlar, bu gün çox ləzzətli bir halva bişirdim. Girdəkan və hel halvası. Bu gözəl halvanın ləzzətinə söz yox, mütləq yoxlayın. Yediyim ən ləzzətli halvalardan biri oldu. Bişirməyə belə başlayıram ki, 2 livan unumu əliyib 45 dəqiqə çox az atəşdə qovururam. Unu qovrduqdan sonra ayrı bir kasaya axtarırıq. Ölçülər belə olmalıdır ki, 2 livan una, 2 livan qənd tozu və 2 livan girdəkan tozu əlavə edirik. 2 yemək qaşığı da hel tozu dartıb və əliyirik. 200 qram kərə yağını da ərildib qarışımın üzərinə tökürük. Əllə yaxşıca yoğururuq. Əgər kərənizin az olduğunu sanırsınız, 1-2 qaşıq da ərildib artıra bilərsiniz. Bir qaba töküb üzərinə qaşığın dalısı və ya ətəzən ilə bastırın. 1 saat frizerdə saxlayıb özünü tutduqdan sonra bıçaqla parçalara bölüb üzərinə qənd tozu və püstə tozu ilə bəzək verin. Pişirən, yeyən hər kəsə nuş olsun. Ləzzətli reseptləri ana dilimizdə axtaranlar peycimə bir baş vursunlar. Sağ olun, məndən yol bir oldunuz. Təşəkkürlər.